Siz də yaşayırsınız Allah'a şükür. Bəli, bəli. Getmək fikrin yoxdur? Gedən oxşayırsan amma Kətdən, yox, gedək Kəndi ki, sevir o ara idi. kəndə Biraz gedən kətdən oxşayırsan. gedənlər də kəndə gəlmək istəyir. Böyük Qafqaz dağlarının ətəyində Niyaldağ silsiləsinin cənub yamacında yerləşir. Kalva sözü kalafa, çala, çökə yer mənasını verir. Adından da göründüyü kimi illər əvvəl məsələn İsmailli rayon ərazisində tabeliyində olub. Daha sonra Şamaxı rayonunun bizdən 20 kilometr uzaq məsafədə yerləşən. Sonra Ağsu rayon inzibati ərazisində kənd statusunu alıb. Çoxlu bulaqları var. Məsələn, dağlıq relyefdə Söydülü bulağı var. Məsələn, Şirin bulağı adlı bulaq var. Pirdurahidə övliya var. Sərəkidə 40 atlı Sərəki baba deyilən bir övliya var. Ermənilər 1918-ci il 31 mart soyqırımında bura yəni hücuma gələn zaman 500 nəfəri qətlə yetiriblər. Qonşu kəndlərdə də qətliamlar törədiblər. Əhalisi 1999-cu ildə sonuncu dəfə siyahıya alınmışdı 1760 nəfər. İndi çox olar yəni. Bura niyə asfalt çəkməyiblər? Məhəllə, kəndin girişində asfalt, Kənd arasıdır. Ancaq baş yola. Amma kənd böyük kənddir. Hər halda indi gələcəkdə bu asfalt olmalıdır da, yəni. Müzəffər Ali Başkomandan cənab İlham Əliyev 2018-ci ildə həmin bu 5 kənd ki var, Muğan İsmailin 15-ci kilometri, Ağsun, Kalva, Gülman, Hacıman, Xatman, Suraxanı kəndlərinə, yəni o əraziyə 5,8. Bu ərazidə amma ən çox yaşayış olan bu kənddir də, belə başa. Məktəbi nə edər bəs? Məktəbimiz müasir məktəbimiz var. Məktəbimiz də 2012-ci ildə tikilib 220 şagirdlik istifadəyə verilib, 8 sinif otağı var. Baban elin səni niyə versin dəva dərman dünya. Oradan uşaqlar Get-gedə uşaqlar azalırmı sinifdə yoxsa yox? Azalma varmı? Uşaqlarla var. Hardan gedəcək? Salam aleyküm. Xoş gəldiniz. Bayramınızla mübarək olsun. Neçə belə illərdir inşallah.